Studiyamızın qonağı millət vəkili Vüqar Bayramovla sözü gedən məsələni müzakirə edəcək. Vüqar müəllim, xoş gəlmisiniz. Xoş gördük. Hər vaxtınız xeyir. Vüqar müəllim, ümumiyyətlə əmək məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda iş yerləri, istər qadınlar, istər kişilər, yəni cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif iş yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə belə deyək, borclu olacaq. Eyni iş anlayışı hansı meyarlarla müəyyən ediləcək? Əvvəla nəzərə alsaq ki, əmək məcəlləsinin son dövrlər xeyli dəyişikliklər olub və dəyişikliklər təbii ki, mütərəqqidir, bir mənalı şəkildə vətəndaşlarımızın sosial təminatının daha yaxından qorunmasına gətirib çıxaracaq. Və qeyd etdiyiniz məqam əslində çox vacib məqamlardan biridir. Yəni, xüsusən nəzərə alsaq ki, Azərbaycanda qadınlar kişilərin əmək haqqlarının təxminən 70%-i həcmində əmək haqqı alırlar. Yəni, bu demək ki, qadınlar kişilərin əmək haqqları arasında 30%-ə yaxın fərq var. Yəni, qadınlar ciddi rəqəmdir, yəni kişilərlə müqayisədə 30% bənd daha çox əmək haqqı alırlar. Təbii ki, bütün bunlar birbaşa ona bağlı, yəni bunun fərqli səbəbləri var. Çünki bəzi ağır işlərdə qadınlar çalışmırlar, kişilər çalışırlar. Bu da orta aylıq əməkliyə, yəni cins olaraq orta aylıq əməkliyə təsir göstərir. Amma eyni zamanda müşahidələr göstərir ki, bir sıra hallarda, xüsusən də özəl sektorda eyni işə görə qadınlara ödənilən əmək haqqı kişilərlə müqayisədə nisbətən daha azdır. Çünki bir ənənəvi, bəlkə deyiləm, tabulaşmış bir yanaşma var ki, əslində bu dəyişiklik təmin yanaşmanı zəiflətmək məqsəd daşıyır ki, adətən evin saxlanmasına kişilər məsuldur. Ona görə bəzi hallarda və özəl sektorda eyni işə görə kişiyə daha çox əmək haqqının ödənilməsi müşahidə olunur. Təbii ki, bununla bağlı hələlik xüsusi müraciətləri olmur, amma dəyişikliyin məqsədi ondan ibarətdir ki, eyni işə görə və eyni iş şəraiti nəzərə alınmaqla qadın və kişilərə ödənilən əmək haqqı məbləği eyni olsun. Burada həm bir tərəfdən iş şəraitinin eyni olması anlamıdır, yəni eyni iş şəraiti yaradılmalıdır qadın və kişilər üçün və eyni iş şəraitində çalışan qadın və kişilərə ödənilən əmək haqqı məbləğinin də eyni olması nəzərdə tutulur. Burada həm nəzərə alsaq ki, bir müddət öncə əmək məcəlləsində edilən dəyişikliklərə əsasən məsafədən iş anlayışı da artıq qanunvericiliyə gətirildi və məsafədən işləyən vətəndaşlarımıza da oxşar meyarların tətbiq edilməsi nəzərdə tutulur. Yəni, hətta məsafədən işlədikdə belə qadın və kişiyə ödənilən əmək haqqlarının eyni olması nəzərdə tutulur. Və nəzərə alsaq ki, bir sıra sektorlarda qeyd etdiyimiz kimi qadın və kişi əmək haqqları arasında fərq var. Bu dəyişiklik həmin fərqin minimumlaşdırmasına gətirib çıxaracaq və gözlənti də ondan ibarətdir ki, yeni dəyişiklik bir sıra qadın vətəndaşlarımızın əmək haqqlarında artımlara səbəb olacaq. Çünki burada işə götürənlər üçün dövlət və özəl sektorda çalışmasından asılı olmayaraq, işə götürənlər üçün tələblər və öhdəliklər dəqiqləşir. Və tələblərin dəqiqləşməsi də təbii ki, əmək haqqı məbləğlərinin təsiri göstərəcək. Burada maraqlı olan məqam bilirsiniz nədir? Bu kim müəyyən edəcək ki, bu iş yükü eynidir, yoxsa yox? Yəni, burada mübahisələr yaranmayacaq ki, ziddiyyətlər. Burada belə əmək, yəni nəzərə alsaq ki, əmək müqaviləsi imzalanır və əmək müqaviləsində işin öhdəlikləri və eyni zamanda digər təbii ki, tələblər öz əksini tapır. Əmək müqavilələri elektron imzalandığına görə əmək müqavilələrində məhz eyni iş şəraiti ilə bağlı meyarların da daxil edilməsi təbii ki, nəzərdə tutulur. Amma eyni zamanda prosesə əmək müfəttişliyi tərəfindən nəzarət də var. Yəni, söhbət təbii ki, öhdəliklər var, öhdəliklər artıq müəyyənləşir və tələblər aydınlaşır, tələblər dəqiqləşir. Amma eyni zamanda təbii ki, tamamilə doğru qeyd edirsiniz ki, məhz prosesə nəzarət də çox önəmlidir. Çünki bir sıralarda əmək müqaviləsində qeyd oluna bilər, amma reallıqda eyni şərait yaradılmaya bilər. Bu hal təbii ki, əmək müfəttişliyi tərəfindən nəzarətin gücləndirilməsinə və nəzarət edilməsinə ehtiyac var. Amma öhdəliklər dəqiqləşdiyinə görə və tələblər dəqiqləşdiyinə görə bu işə götürən üçün öhdəlik müəyyənləşir. Əgər işə götürən bu öhdəliyi yerinə yetirmədiyi halda qanunverici tələbləri pozmuş olur. Ona görəsinə bu həm də işə götürən üçün bir qanunverici tələbin yaranması və qanunvericilik çərçivəsində bu prosesin tənzimlənməsi anlamına gəlir. Adətən qaydalar qanunla müəyyənləşəndə və tələblər, eləcə də öhdəliklər qanunla dəqiqləşəndə işə götürənlər əksər hallarda təbii ki, onu əməl etməyə çalışırlar. Çünki əks halda cərimələr var, əks halda digər cəza
metodlar var ki, işə götürəndə məhz cərimə ödəməkdə və ya qanunla müəyyənləşmiş tələbləri pozmaqda işlə maraqlı olur. Vüqar, mən burada tutalım ki, çox üzr istəyirəm Günel. Tutalım ki, bir vəzifə var, onu həm qadın, həm də kişi icra edir. Lakin kişinin vəzifə səlahiyyətlərində yazılır ki, bu fərqli bir vəzifədir. Lakin faktiki olaraq elə qadınla eyni işi icra edir. Yəni, buna nəzarət mexanizmi necə olacaq? Təbii ki, ümumiyyətlə, əmək sferası, məşğulluq sferasının nəzarətin gücləndirilməsi prioritet məsələlərdəndir. Yəni, siz qeyd etdiyiniz kimi, əmək müqaviləsində ötərilərlər tam olaraq müəyyənləşməyə bilər. Bu əslində qanun pozuntusudur. Eyni zamanda, hətta bəzi sektorlarda əmək müqaviləsi bağlanmadan belə çalışanlar var. Çünki biz rəsmi statistikaya baxsaq, bugün əmək qabiliyyətli vətəndaşlarımızın və ya çalışan məşğul vətəndaşlarımızın sayı 5 milyondan artıqdır. Amma əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı təxminən 1,8 milyon nəfərdir. Yəni, əslində biz əmək müqaviləsi və məşğul əhaliyə nisbətə baxsaq, o deməkdir ki, heç də məşğul əhalimizin hamısı əmək müqaviləsi ilə çalışmır. Əslində, əmək müqaviləsi ilə yəni bir tərəfdən burada əslində qanun pozuntuları o halda müşahidə olunur ki, bir tərəfdən siz qeyd etdiyiniz kimi əmək müqaviləsində bütün iş tələbləri və şəraiti və öhdəliklər tam olaraq müəyyənləşməyə bilər və ya hətta əmək müqaviləsi bağlamadan işçinin işə cəlb olunması baş verə bilər. Bunlar təbii ki, qanun pozuntularıdır və bunlar təbii ki, istisna deyil. Amma bu qanun pozuntusu olduğuna görə təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, Dövlət Əmək Müfəttişliyi tərəfindən bu prosesə nəzarət var və nəzarətin gücləndirilməsində də məqsəd ondan ibarətdir ki, siz qeyd etdiyiniz o tip subyektiv hallar olmasın və ya sayı çox olmasın. Vüqar, ümumiyyətlə necə düşünürsünüz? Bu sözü gedən dəyişikliklər qadınların əmək bazarında iştirakını real olaraq artıracaq, yoxsa necə? Təbii ki, qadın vətəndaşlarımızın əməklərinin təsir göstərəcək və qadın vətəndaşlarımızın əməklərində artırmanın olacağı gözlənilən. Çünki tələblər dəqiqləşir və öhdəliklər müəyyənləşir. Öhdəliklər müəyyənləşdiyinə görə o tələblərin və öhdəliklərin yerinə yetirilməsi birbaşa qadın vətəndaşlarımızın əməklərinin təsir göstərəcək. Eyni zamanda, əslində, institusional olaraq yanaşmanın dəyişməsi çox önəmlidir. Çünki burada həm də məqsəd ondan ibarətdir ki, qadın vətəndaşlarımızın xüsusən də əmək müqaviləsi bağlanaraq məşğulluq sferada daha yaxından təmsil olunması və daha çox cəlb olunması. Burada bir mənalı şəkildə məqsəd qadın vətəndaşlarımızın, işləyən vətəndaşlarımızın sosial hüquqlarının daha yaxından qorunmasıdır. O baxımdan təbii ki, qanunverici bazda bir tələb formalaşdırır, tələbləri daha dəqiqləşdirir və sözsüz əmək bazarına, məşğulluq sferasına təsirləri olacaq. Təbii ki, hansı ki 70%lik hədd və məqsəd ondan ibarətdir ki, ən azı 80% daha üstün olsun. Çünki bəzi ölkələrdə 80% daha üstün, 80%-in ümumiyyətlə qlobal olaraq qəbul edilən meyar qadınların əmək haqqlarının kişilərin əmək haqqısının 80% və daha çox olmasıdır. Yəni, bəzi ölkələrdə bəzi 100%-ə yaxındır. Yəni, qadın və kişi əmək haqqları təxminən eynidir, fərq yoxdur, bəli. Amma 80% və daha çox olursa, bu daha məqbul və ümumiyyətlə məqbul və daha yaxşı hesab olunan bir faizdir. Ona görə də nəzərə alsaq ki, Azərbaycanda 70%-ə yaxındır və deməli islahatlar həm də qadınlarımızın məşğulluqda daha çox cəlb olunması, təmin olunması, həm də təbii ki, onların əmək haqqlarının artırması istiqamətində olmalıdır. Vüqar müəllim, burada elə yeri gəlmişkən minimum əmək haqqının ildən ən azı bir dəfədən az olmayaraq artırılması məqamları da var. Siz necə düşünürsünüz? Bu 2026-cı il üçün bir şans yaradırmı? Və qeyd etdiyimiz kimi, əmək məcəlləsinin edən dəyişikliklərdən biri də məhz minimum əmək haqqının ildə ən azı bir dəfə minimum əmək haqqı məbləğinə baxılması ilə bağlıdır. Buna bağlı dəyişikliklər Cənab Prezident bu ilin fevral ayında təsdiq etdi. Nəzərə alsaq ki, ötən il dekabr ayında Milli Məclis tərəfindən həmin dəyişikliklər qəbul olunmuşdu, müzakirə olunmuşdu və bu dəyişikliklərin Cənab Prezident tərəfindən təsdiq olunması o anlama gəlir ki, məhz fevral ayından hesablasaq, təbii ki, fevral ayından başlayaraq növbəti bir il ərzində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılacaq. Söhbət təbii ki, ən azı bir dəfə baxılmasından gedir və bu bir dəfə deyil, daha çox ola bilər. Çünki ən azı bir dəfədən gedir. Yəni, ən azı bir dəfə baxılmalıdır və biz Əmək və Sosial Siyasət Komitəsində də Milli Məclisin müzakirə etdiyimiz məsələlərdən biri də minimum əmək haqqının orta aylıq əmək haqqı arasında fərqin aşağı olması və yüksək olmaması ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycanda minimum əmək haqqı 400 manatdır.
orta aylıq əmək haqqı təxminən 1100 manatdır. Yəni bu o deməkdir ki, minimum əmək haqqı orta aylıq əmək haqqının 36,3%-ni təşkil edir. Və Avropa ölkələrinə baxsaq, Avropa ölkələrində əksər ölkələrində 60 və daha yüksək faizdir. Azərbaycan da minimum əmək haqqının orta aylıq əmək haqqdakı payının 50%-ə çatdırması ilə bağlı bir sosial öhdəliyi var və bu istiqamətdə təbii ki, yəni orta aylıq əmək haqqı minimuma yaxındır deyə düşünürsünüz bizdə, yoxsa? Yox, minimum orta aylıq əmək haqqı yaxın deyil. Və məqsəd ondan ibarətdir ki, minimum orta aylıq əmək haqqında artım tempi davam etsin. Bu müsbətdir. Təbii ki, artmalıdır. Ötən il 9,13% artdı, həm də sosial paket reallaşdı. Amma minimum əmək haqqı 400 manatdır, orta aylıq əmək haqqı 1100 manatdır. Və bizim təklif də ondan ibarətdir ki, inkişaf etmiş ölkələrdə olduğu kimi minimum əmək haqqı orta aylıq əmək haqqı daha yaxın olsun. Məsələn, çünki minimum əmək haqqı ilə orta aylıq əmək haqqdakı arasında fərqin azalması nəticədə bir tərəfdən minimum əmək haqqının daha çox artırılmasını gündəmə gətirir. Digər tərəfdən daha aşağı əmək haqqı olan vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına gətirib çıxarır. İqtisadi baxımdan səmərəlidir. Təbii, sosial baxımdan da səmərəlidir və həm də o median əmək haqqı məbləğinin artmasına səbəb olur. Ona görə də Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində bizim təqdim etdiyimiz təkliflərdən biri ondan ibarət idi ki, hökumət tərəfindən də minimum əmək haqqının daha çox artırılması məsələsinə baxılsın. Yəni, minimum əmək haqqı artırılan zaman daha yüksək faizlə artım baş verəndə minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı fərq azalacaq. Və əslində bu fərqin, çünki orta aylıq əmək haqqı artır və 2026-cı ildə də orta aylıq əmək haqqıda artım olacaq. Minimum əmək haqqının orta aylıq əmək haqqı faizindən, məsələn 9,13% orta aylıq əmək haqqı artırsa 2025-ci ildə, minimum əmək haqqının daha yüksək faizlə artırılmasına ehtiyac var ki, o fərq azalsın. Yəni, əslində standart nədən ibarətdir və ya bizim ilkin mərhələdə çatmaq istədiyimiz standart ondan ibarətdir ki, əgər orta aylıq əmək haqqı 1100 manatdırsa, minimum əmək haqqı 50% olacaq halda bu 550 manata qədər yaxınlaşsın. Təbii ki, bu mərhələli şəkildə gedən bir proses olacaq, amma və eyni zamanda orta aylıq əmək haqqı da artır. Məsələn, orta aylıq əmək haqqı 1200 manatsa, o zaman minimum əmək haqqı 600 manatdan az olmaz. Yəni, yanaşma ondan ibarətdir ki, minimum əmək haqqı orta aylıq əmək haqqının 50%-nə çatdırılsın. Təbii ki, bu bir addımla bəlkə də çətin görsənə bilər maliyyə prosesi. Amma biz onu uzun müddətli deyil, daha qısa müddətli edilməsinin məqsəd uyğun hesab edirik tərəfləri və daha qısa müddətdə, yəni bəlkə də bir ildə deyil, bir ildə məsələn fiskal baxımdan çətin olsa, 2 il ərzində minimum əmək haqqının orta aylıq əmək haqqı arasının fərqin azalması və bunun da təbii ki, yolu ondan ibarətdir ki, minimum əmək haqqıda artımlar daha çox olmalıdır ki, faiz etibarı ilə bu fərq azala bilsin. Və nəzərə alsaq ki, artıq qanunvericilikdə belə bir dəyişiklik var və Cənab Prezident tərəfindən həmin dəyişikliklər imzalanıb. Minimum əmək haqqı ilə ərzində ən azı bir dəfə baxılacaq, ən azı. Yəni, o demək ki, əgər bir dəfə baxılırsa, təklifimiz ondan ibarətdir ki, daha yüksək faiz artımları nəzərə alsın, yəni daha çox artırılsın və ya bir neçə dəfə, 2 dəfə baxılırsa, ona uyğun olaraq da artımlar həyata keçirilsin ki, minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı fərq minimum. Amma orta əmək haqqı da, orta aylıq əmək haqqı da bəlkə də yerində durmayacaq. Yəni, orada artma ehtimalı. Təbii ki, yerində durmayacaq, əslində durması da bir qədər deyil. O orta aylıq əmək haqqıda da artım faizi davam etməlidir. Amma bizim yanaşma ondan ibarət ki, minimum əmək haqqıda daha çox orta aylıq əmək haqqı ilə müqayisədə artımlar olmalıdır ki, fərq azalsın. Yəni, yenə qeyd edim, əgər 2025-ci ildə, məsələn, il ərzində orta aylıq əmək haqqı 9% artırsa, minimum əmək haqqının 15-16% artmasına ehtiyac var ki, getdikcə fərq azalsın. Düzdür, son illər fərq xeyli dərəcədə azalıb. Hətta bir neçə il öncə bu 24-25%-ində artıq 37%-ə yaxınlaşıb. Ona görə də minimum əmək haqqı daha yüksək faizlə artanda orta aylıq əmək haqqı nisbətən o fərq azalır. Amma orta aylıq əmək haqqı təbii ki, hər il artır, hər il də artacaq. Çünki fərqli özəl sektorda var burada. Fərqli sektorda əmək haqqı artımları var. Bu da təbii ki, orta aylıq əmək haqqıya təsir göstərir. Amma minimum əmək haqqı daha yüksək faizlə artacaq halda o fərqin minimumlaşması müşahidə oluna bilər. Vüqar müəllim, bəs bu minimum əmək haqqının artması digər sosial layihələrə də öz təsirini göstərəcək, yoxsa sahələrə təsirini göstərəcək? Sosial xərclər də yəqin ki, artacaq. Təbii, minimum əmək haqqı artdıqdan sonra, ümumiyyətlə, minimum əmək haqqı artırıldıqdan sonra Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşlarımızın vəzifə maaşlarına baxılır. Yəni 19 pillə üzrə vəzifə maaşlarına baxılır və artımlar baş verir. Ona görə minimum əmək haqqının artırması yalnız aşağı əmək haqqı alan vətəndaşlarımızın maaşlarına təsir göstərmir. Eyni zamanda dövlət müəssisələrində çalışan
dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da vəzifə maaşlarına təsir göstərir. Çünki həmin vətəndaşlarımızın vəzifə maaşları Nazirlər Kabineti tərəfindən müəyyənləşir. Həmin vəzifə maaşlarının artırılması da birbaşa minimum əmək haqqı məbləği ilə bağlıdır. Çünki minimum əmək haqqı məbləği artırsa, qanunvericiliyə əsasən bir ay ərzində Nazirlər Kabineti həmin vəzifə maaşlarını minimum əmək haqqı məbləğinə uyğunlaşdırır. Həmin vəzifə maaşlarında artımlar qeydə alınır. Yəni bu o demək ki, minimum əmək haqqının artımı təxminən 700 mindən artıq vətəndaşımızın maaşlarında artımlarla müşahidə olunur. Yəni, əslində, minimum əmək haqqı artması yalnız az maaş alanlara təsir göstərmir. Minimum əmək haqqının artması, qeyd etdiyiniz kimi, həm özəl, həm dövlət sektorunda artıq o minimum məbləğdən aşağı maaş verilmir. Amma eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə biz digər vəzifə maaşlarının artmasını da müşahidə edirik ki, o baxımdan bu daha çox vətəndaşımıza təsir göstərdiyi üçün daha yüksək faizli artımlar əslində həmin vətəndaşlarımızın əmək haqqlarına daha çox artımlarla ifadə olunur. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun.